Salam, Riyaziyyat və İnformatika müəllimi Hüseynzadə Günay. Bugünkü mövzumuz üçbucaqla bağlıdır. Siz aşağı siniflərdən üçbucaq anlayışı, onun bucaq və tərəflərinə görə növlərini, bərabərlik əlamətlərini öyrənmisiniz. Bugünkü dərsimizdə isə biz üçbucağın oxşarlıq əlamətlərindən danışacağıq. Bu əlamətlərin köməyi ilə bir neçə məsələ həll edəcəyik. Gəlin, üçbucaqların oxşarlığının birinci əlaməti ilə tanış olaq. Bir üçbucağın iki bucağı uyğun olaraq digər üçbucağın iki bucağına konkurentdirsə, belə üçbucaqlar oxşar üçbucaqlardır. Bucaq A konkurentdir bucaq D. Bucaq C konkurentdir bucaq F. Aldıq ki, ABC üçbucağı DYF üçbucağına oxşardır. Üçbucağın oxşarlığının bu əlamətinə bucaq əlaməti deyilir. Gəlin bu əlamətin tətbiqi ilə bir məsələ həll edək. Verilən trapesiyada diaqonallar onu hansı oxşar iki üçbucağa ayırır? Gəlin bu üçbucaqları təyin edək. Şəklə diqqətlə fikir versək görərik ki, bucaq AOD və bucaq BOC qarşılıqlı bucaqlar olduğundan bir-birinə bərabərdir. Paralel iki düz xətt və onları kəsən düz xəttin əmələ gətirdiyi bucaqların xassəsinə əsasən, bucaq BCO və bucaq OAD daxili çarpaz bucaqlardır. Bu isə o deməkdir ki, onlar da bir-birinə bərabərdir. Eyni qayda ilə alarıq ki, bucaq CBO bərabərdir bucaq ODA. Beləliklə, üçbucaq BOC və üçbucaq DOA-nın bütün bucaqları bərabərdir. Bu isə üçbucaqların oxşarlığının bucaq əlamətinə görə oxşar olması deməkdir. Deməli, üçbucaq BOC və üçbucaq DOA oxşardır. İndi isə gəlin üçbucaqların oxşarlığının ikinci əlaməti ilə tanış olaq. Bir üçbucağın üç tərəfi digər üçbucağın üç tərəfi ilə mütənasibdirsə, belə üçbucaqlara oxşar üçbucaqlar deyilir. AB-nin DY-yə nisbəti, BC-nin YF-ə nisbəti, AC-nin DF-ə nisbətinə bərabər olarsa, ABC üçbucağı ilə DYF üçbucağı oxşardır. Bu oxşarlıq əlamətinə tərəf əlaməti deyilir. Gəlin bu əlaməti isbat edək. Üçbucaq DYF-in DY tərəfi üzərində M nöqtəsini elə yerləşdirək ki, MY konkurentdir AB olsun. M nöqtəsindən DF tərəfinə paralel düz xətt çəkək. Kəsişmə nöqtəsini N ilə işarə edək. Bucaq Y, üçbucaq DYF və üçbucaq MYN üçün ortaq bucaqdır. MN paraleldir DF və DY kəsəndir. Paralel tərəflər və kəsənin əmələ gətirdiyi bucaqların xassəsinə əsasən, bucaq YMN bərabərdir bucaq D olur. Oxşarlığın bucaq əlamətinə görə üçbucaq DYF oxşardır üçbucaq YMN. Bu üçbucaqların oxşarlığına görə MY-nin DY-yə nisbəti bərabərdir. YN-nin YF-ə nisbəti bərabərdir MN-nin DF-ə nisbəti. MY bərabər AB olduğunu nəzərə alsaq, onda yaza bilərik ki, AB-nin DY-yə nisbəti bərabərdir. YN-nin YF-ə nisbəti bərabərdir MN-nin DF-ə nisbətinə. Eyni qayda ilə aşağıdakı nisbətlərin də doğruluğunu göstərə bilərik. Bu isə BC bərabərdir YN, AC bərabərdir MN deməkdir. Buradan üçbucaqların bərabərliyinin tərəf əlamətinə görə üçbucaq ABC konkurentdir üçbucaq MYN olduğunu alarıq. Beləliklə, üçbucaq MYN üçbucaq DYF-ə oxşar olduğundan və üçbucaq ABC üçbucaq MYN ilə konkurent olduğundan üçbucaq ABC-nin üçbucaq DYF-ə oxşar olduğunu aldıq. Teorem isbat olundu.
İndi isə üçbucağın oxşarlığının üçüncü əlaməti ilə tanış olaq. Üçbucağın iki tərəfi uyğun olaraq digər üçbucağın iki tərəfi ilə mütənasibdirsə və bu tərəflər arasında qalan bucaqlar bərabərdirsə, bu üçbucaqlar oxşar üçbucaqlardır. Yəni, AB-nin DY-yə nisbəti AC-nin DF-ə nisbəti də bucaq A, bucaq D-yə bərabər olarsa, ABC üçbucağı DYF üçbucağına oxşardır. Bu oxşarlıq əlaməti qısaca olaraq tərəf, bucaq, tərəf kimi yazılır. Üçbucaqların oxşarlıq əlamətləri ilə tanış oldunuz. İndi isə bu əlamətlərin tətbiqi ilə bir neçə məsələ həll edək. Şəklə əsasən AD tərəfinin uzunluğunu tapın. İlk öncə oxşar üçbucaqları təyin edək. Ekranda verilənləri qeyd edək. Üçbucaq ABC və üçbucaq ADB oxşardır. Bunu isbat edək. Bucaq A hər iki üçbucağın ortaq bucağıdır. Şərtə görə bucaq ADB bərabərdir bucaq ABC. Aldıq ki, verilən üçbucaqların iki bucağı uyğun olaraq bərabərdir. Əgər iki üçbucağın iki bucağı bərabərdirsə, üçbucağın bucaq-bucaq əlamətinə görə üçbucaq ABC və üçbucaq ADB oxşar üçbucaqlardır. Oxşar üçbucaqları təyin edərkən diqqətli olmaq lazımdır. Bildiyimiz kimi üçbucağı təpə nöqtələrində olan hərflərə görə adlandırırıq. Oxşar üçbucaqları təyin edərkən bu hərflərin sıralanmasına fikir vermək lazımdır. Belə ki, bərabər bucaqlar sıralanmada eyni yerdə durmalıdır. Əks halda nisbətlərin təyini doğru nəticə verməyəcək. ABC üçbucağının bucaq A, bucaq B və bucaq C uyğun olaraq ADB üçbucağında bucaq A, bucaq D, bucaq B-yə bərabərdir. Oxşar üçbucaqları təyin edərkən bu uyğunluğu nəzərə almaq lazımdır. Üçbucaq ABC oxşardır üçbucaq ADB-yə. İndi isə gəlin nisbətləri təyin edək. Üçbucaq ABC və üçbucaq ADB oxşar olduğundan alarıq ki, AB-nin BC-yə nisbəti bərabərdir AD-nin DB-yə nisbətinə. Beləliklə alırıq ki, 15-də 5 bərabərdir 2x üstəgəl 4-də x çıx 2. Hesablamaları bir qədər sadələşdirmək üçün mümkün olan ixtisarı aparaq. 3-də 1 bərabərdir 2x üstəgəl 4-də x çıx 2. Tənasübün xassəsinə əsasən 2x üstəgəl 4 bərabərdir 3 vurulsun x çıx 2. Hesablamalar nəticəsində x bərabərdir 10 alarıq. Şərtə görə AD bərabərdir x çıx 2 bərabərdir 8 alarıq. Uşaqlar, gəlin görək təbiətdə qarşılaşdığımız məsələlərdə biz bu əlamətlərdən necə istifadə edirik? Bir nümunəyə baxaq. Tutaq ki, ağacın hündürlüyünü təyin etmək lazımdır. Ağacın hündürlüyünü ölçmə vasitəsilə təyin etmək bir o qədər də asan deyil. Ağacın hündürlüyünü üçbucaqların oxşarlıq əlamətlərindən istifadə etməklə daha asan təyin etmək olar. Bunun üçün günəş şüasının ağac üzərinə düşməsi nəticəsində əmələ gələn ağacın kölgəsinin uzunluğunu bilmək lazımdır. Çünki günəş şüasının ağac üzərinə düşməsi nəticəsində konkurent bucaqlar əmələ gəlir. Deməli, bu məsələni həll etmək üçün bizə köməkçi vasitə lazımdır. Bu vasitə hər hansı bir kiçik obyekt və ya insan ola bilər. Bu ağacın hündürlüyünü təyin etmək üçün bizə M-in kömək edəcək. Tutaq ki, M-nin boyu 140 cm, kölgəsinin uzunluğu isə 56 cm-dir. Eyni zamanda ağacın kölgəsinin uzunluğu 230 cm olduğunu təyin etdilər. Əmələ gələn üçbucaqları uyğun olaraq ABC və MNO işarə edək. Onda məsələnin şərtini belə yaza bilərik. MO
bərabərdir 140 cm. MN bərabərdir 56 cm. AB bərabərdir 230 cm. Ağacın hündürlüyü, yəni AC bərabərdir sual. Bucaq A, bucaq B, bucaq C uyğun olaraq bucaq M, bucaq N, bucaq O ilə konkurent olduğundan alarıq ki, üçbucaq ABC oxşardır üçbucaq MNO ilə. Buradan isə mütənasiblik şərtlərini yazmaqla ağacın hündürlüyünü təyin edə bilərik. AC bölünsün AB bərabərdir MO bölünsün MN. Beləliklə, verilənləri yerinə yazmaqla aldıq ki, AC bərabərdir 5 metr 75 cm. Beləliklə aldıq ki, M-nin yanında olan ağacın hündürlüyü 5 metr 75 cm-dir. Bugünkü dərsimizdə biz üçbucaqların oxşarlıq əlamətlərindən, onların gündəlik həyatımızda tətbiqindən danışdıq. Onların köməyi ilə müxtəlif məsələlər həll etdik. Bugünkü dərsimiz bura qədər. Diqqətiniz üçün təşəkkür edirəm.